Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar Sumqayıt şəhəri 28 may Mədəniyyət evində tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmailov, Ceyhun Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının rəhbərliyi, ziyalılar, şəhidlərimizin ailə üzvləri, yaxınları, vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, vətən müharibəsində əldə edilən şanlı qələbənin 5-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər günü kimi təntənəli şəkildə qeyd edilir. 8 noyabr Zəfər günü Azərbaycan tarixinin qızıl səhifəsi. Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. Azərbaycan xalqı 44 gün ərzində öz qüdrətini göstərdi. Qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirdi. Çıxış edənlər bildirdilər ki, xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədri bilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Tədbir 28 may Mədəniyyət evində geniş konsert proqramı ilə davam etdirildi. Zəfər gününə həsr olunmuş konsert proqramında Respublikanın tanınmış müğənniləri tərəfindən mahnılar ifa olundu, müxtəlif rəqs nömrələri nümayiş etdirildi, mahnılar və şeirlər səsləndirildi. Elvin Qüdrətov, Şəmstan Fikrətli, Rus İsmailov, Bugün informasiya proqramı üçün.